Salam dostlar, necəsiniz? Bugün 13 fevraldır. Tunneldəyəm deyən qaranlıqdır. Lazımdır tez o rastanovkaya qaçmaq. 1 dəqiqə sonra avtobus olacaq. Çatdırsam əgər. Çatdırmasam dünənki kimi gözləyəcəm. 2 rastanovkanın ortasında. Baxın nə gözəl qar yağır. Baxın. Şəkillər. Vay vay vay. Neyse. Tez gitmek lazımdır bir astanovka. Hemen bir yerde çıxanlar. Ben qaça geldim onlar gözə. Rahat attırdım özümü. Qızlar, deməli mən də qaça podezdən çıxanda bir də gördüm ki, qar nə qədər yağıb axşamdan. Buna baxın, məndən hündürdür. Hələ hər qıraqda belə dağ kimi düzəldirlər ki, nə var, trotuar təmiz olsun. İnsanlar gəzən yer təmiz olsun. Yığırlar hər şeyi qırağa, kənara, bucağa. Bugün vaxtında çatdım işə. İndi fikirləşirəm. Gedim polu yuyum. Yoxsa qaça ayaqlarım qırılır. Gedim oturum dincəlim. 6:30-a kimi. Hal-hazırda saat 6:10-dur deyəsəm. 20 dəqiqə vaxtım var. 20 dəqiqəyə çox şey eləmək olar. Qəşəng. Çok güzel görsənir, çok qəşəng görsənir. Priroda, ya люблю tak. Qışı sevmirəm, amma mənzərəni sevirəm. Təbiəti yaradan Allahım çox gözəl yaradıb, çox gözəl rənglər seçib. Sevirəm təbiəti, hər rəngini. Görün, nə gözəldir. Oy. Tak, bugün burada işləyirəm. Sabahdan 2 gün pekarniyadayım. Pekarniyada işləmək mənim üçün zülümdür. Yox, belə ki, işdən qorxmuram mən. Prosta saat 5-də dururam. Hardasa 11-də evə gəlirəm. Görün neçə saat mən ayaq üstü oluram. İşdə olmalıyıq. 6:30-da, 6:30-dan 10-a kimi. 30-u saymıram, yaxşı. 7, 8, 9, 10, 11, 12, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 16 saat, mündüz saydım. 16 saat iş işləyirəm mən. İndi 2 gün pekarniyada alacağım. Ondan sonra 2 gün выходноyum olmalıdır. O 2 gün выходноyumu istəyirəm. Gedim. Bir başka iş var. Onu da size burada deyirəm. Выходноyum olmayacaq. Gedəcəm stajirovkaya. Xoşuma gəlsə qalacağım orada. Orada biraz maaş azdır, amma orada belədir ki, işin nə vaxt qutardı, onda gəlsən evə. Mən də asta gəl şey. Orada çox eşələnməsəm yaxşıdır. Gerək yavaş-yavaş cəhdliyi öyrənmək. Yaxşı, gedək işə, işdə bir şey deyəcəm sizə. Saat 6:14'dür. Ay, adam yatmaq istəyir. Görürsünüz necə kirdi bura. Mən elman olsa dəli olmuşdu, bu dəqiqə yumuşdu. Mən elə şey fikir verim deyiləm. Qəsd eləməmişəm ki, təbiətdə. Bu dəqiqə bax, 2 saniyədə durdum, ucu yersi oldu. Ay, şükür Allaha gəldik, çatdıq. Yumuram lenmini. Yorulmuşam. 10 mən onu yumağa çatdırmaram. Nə tər çatdırmaram?
3-4 dəfə suyunu dəyişəcəm. Elə deyil. 3-4 dəfə suyunu dəyişəcəm. Yumuram. Yumuram. Yumuram, все. Точка. Уже palçıq oldu. 2 saniye çəkmə. Aslında 2 nəfər cərindən sonra eyni şey oldu. Girsələr cəhənnəmə, girib yansılar cəhənnəm. Yox, bunlar zalda gəzəcəklər. Gedəcəklər pəncərədən baxacaqlar. Maşınları qəşəng görsənlər qıraqdan, yoxsa yox. Ceyranları. Bütün zalımı kirlədirlər. Gittik kompüteri qoşmağa. Saat уже 6:20'dir. Şirman mədrən konfet veribdi. Boğazın ağrır, konfet ye. Mən elə şeylər yemərəm. Görsdə özdə necə öskürür, pis. Axşamdan telefonumu zərətkaya qoymamışam. 10%'dir, bu saat sönəcək. Siz bilirsiniz də, Malaçkada olanda şey olur, söhbət günü olur. Bu günə maşınım var. Saat neçədədir görəsən. Telefon niyə zərətkaya qoymuram axşamlar? Çünki kravatın böyrünə qoyduğumuz şey nədir bu? Uдлинитель partlayıb. Bir dəfə partlayıb, bir dəfə də iskra verdi. Ondan sonra mən qorxuram onu işlətməyə. Uşaqlara deyirəm işlətməyin, Ruslan yendi işlədir. Çox ayağı. Mən günorta belə şeyi qoyuram, bu nədir? Внешний аккумулятор qoyuram zaryadkaya. Axşam da ondan через него заряжаю. Suda yaram. Tez gəldim. Çaynikə qoydum, çay qaynasın, çay içəcəm. Allah qoysa. Hə. 22 oldu şey. Bir dənə tez bir dənə şeyə baxın. Rayonla baxanda tez çıxır bizim maşın. Bizim maşın saat 8:30-da gələcək. Nə az şey zakaz ediblər. 894 kilo göstərir. Az şey zakaz ediblər. Hə. Gəldik səmimi söhbətlər rubrikasına. Deməli, mən belə deyim də, neçə dəqiqəm var? 7 dəqiqəm var. Fikrimi çatdırmaq üçün. Mən gənc vaxtımdan, cavan vaxtımdan elə həvəslənirdim işləmək üçün. Elə ürəyim atırdı, ürəyim yanırdı ki, işləyim, gedim işləyim. Evdə ona görə pastanə dalaşırdıq. Yoldaşım qoymurdu. Vot. Sonra Ləlişin 3 yaşı oldu. Ləlişi qoydum sadikə, bağçaya qoydum. Bağçaya qoymaq lazım idi. Ləlişin 3 yaşı olanda getdim yenə uşaq pulu düzəltməyə. Mənə dedilər ki, bəlkə də hardasa demişəm bu hekayəni. Mənə dedilər ki, yoldaşınızın iş haqqında kağız verdim. Dedi, bəs sənin iş haqqında? Dedim, mən işləmirəm. Mən po uходу за ребенком сижу. Uşağa baxıram. O da ki, uşağın 3 yaşı oldu. Po uходу за ребенком 3 yaşına kimidir. Bundan sonra siz işləməlisiniz mütləq. İşləməsəniz sizə uşaq pulu düşmür. Bu hemen beynime girdi. Vay! Dınqı! İşləmək lazımdır. Bunu mənə daha qıraqdan deyirlər. Söhbətə baxmayaraq, uşağı aparıb sadikə qoyanda, orada Ləlişin ilk nyanəsi Azərbaycanlı idi. Dina. Dilbər idi adı. Dina deyirdilər. Elə onunla söhbət dedim ki, mənə iş lazımdır. İş axtarmalıyam. Sabahsı günü mənə dedi ki, aşağıdakı qrupaya nyanka axtarılır. Tez ol indi get direktorun yanına. İnanarsınız elə heç nə bilmədən, heç nə
oput yox, bir şey yox. Getmişəm direktorun yanına, 2 kəlməni yan-yanaşı deyə bilmirəm. Deyirəm ki, mənə iş lazımdır. O dedi ki, o vaxtı şeysiz götürürdülər də. İndi diplom zadlar keçdilər. O vaxtı elə şey yox idi. Dedi ki, onda gəl işlə. İlk işim mənim nyanka olubdu. Ləliş başqa qrupada olub, mən başqa qrupada. Amma Ləlişin 3 yaşı olandan işləyirəm. İndi Ləlişin 18 yaşı olacaq. Mənim də 15 illik stajım olacaq. Amma uşaqlarım körpəydi deyən. Yəni o iş mənə sərf edirdi də, saat 4-də 5-də çıxırdım, gəlirdim evə ki, elə ömür boyu elə iş axtarmışam ki, bütün günü işdə olmayım da, uşaqlarıma da vaxt ayıra bilim. İnanırsınız neçə dəfə iş yeri dəyişmişəm, bir tək ona görə ki, uşaqlarıma vaxt ayıra bilim. Öncə işlədim детский sadda, uşaq sadikində nyanka işlədim. 3 ay orada işlədim cəmi. Çünki bağlandı şeyə, aprelin 1 işə girmişəm. Aprel, may, iyun, yox 2 ay işlədim, 3 ay, nəsə. Demək, yay tətilinə dedilər ki, uşaqlar hamısı ərizə yazdı ki, biz gəlməyəcəyik. Hardasa 15-20 nəfər razılaşıb ki, yayda Moskvada olacaqlar. Bizim də sadik bağlanır. Dedilər ki, bizim uşaqlarımızı göndərik başqa sadikə. Taqqaq o üçün mala deteydə 10-15 nəfər nədir ki, heç bir qrup bölənmir. Biz uşaqlarımızı göndərik başqa sadikə. Amma uşaqlarla bir yerdə bir nyanya getməlidir də. Bizim də şeydən, sadikdən heç kəs istəmədi. Çünki hamı dedi ki, biz də gedəcəyik dincəlməyə. Mən dedim ki, mən o uşaqlarla mən getdim başqa sadikə. Elə o sadikdə uşaqlarla o işlədim. Amma uşaqlar yatanda gəlirdim kuxnaya. Xoşuma gəldi. Kuxnada Saşa adlı povarımız vardı. Balediye boy qəşəng, dobru arvad idi. Ona kömək edirdim. Onunla oturub söhbət edirdim. Ona kömək edirdim. O dedi ki, Günel, mənim yanıma işçi lazımdır. Oranın maaşı ilk maaşım 12.000 olubdu. Oranın maaşı 25.000. Nə qədər eləyir? 13.000 artıq verirdi də, elə bir ki. Dedi ki, mənim yanıma qabuyan lazımdır. Gəl burada işlə. Mən deyirəm ki, məndə belə xasiyyət var ki, bu direktor məni işə götürüb də, mən ona elə bir ki, zapadlı olar da, nətər deyim, bilmirəm ki, mən ona xəyanət etmiş kimi olaram da ki, sən məni işə götürdün, amma mən səndən işləmək istəmirəm. Dedilər ki, yox, Qulə, elə o cümləni orada mənə Saşa işlətdi. Человеку где лучше, rыбе где глубже. Harda sənə yaxşıdır, orada işləməlisən. Başqasının fikrini düşünməli deyilsən. Dedim, yaxşı. Ondan sonra keçdim mən o sadikdə nə qədər şey işlədim. Köməkçi, povar köməkçisi. Sonra bizim povar çıxdı, işdən başqa Saşa gəldi, həmən yenə Saşa kişi idi, amma Ukraynalı idi. Ondan işlədim, sonra o getməli oldu Ukraynaya, dedi ki, mən sürücünə getməliyəm, məni qoydular povar. Məni povar qoyanda, elə ki, mən orada 2-3 ayımı povar işlədim və ondan sonra çıxdım Ruslana görə dekretə çıxdım. Amma Ruslan olandan sonra da mənim yerimə başqa adam gəlib də oraya işə, mən utandım gedim deyim ki, mən qayıtdım cəmaat, mənim yerimi boşaldım. Nəsə, mən özümə şey bilmədim. Ondan sonra o qədər işlərimi dəyişmişəm. Ruslan harca 3-4 aylıq idi, mən işləyirdim. Baldızım gəlib baxırdı uşağa. Gəlib baxırdı deyəndə bütün gün bizdə idi də. Sağ olsun baxırdı uşağa. Mən də çıxırdım işə. Arada bərdə nəsə verirdim ki, pisinə gəlməsin, deməsin ki, günümü sənə xərcləyirəm. Amma ondan sonra elə iş axtarmışam ki, dediyim kimi, bütün gün vaxtımı aparmasında uşaqlarıma vaxtım olsun ayırmağa. Yəni, yarım günlük iş axtarmışam, ömür billah. Belə də ayıb olmasın, qaynanam da hər yerdə deyirdi ki, elə ki, gedirdim, 1-2 gün işləyirdim, gördüm ki, yox, bu mənim vaxtımı çox aparır. Bir həftə işləyirdim, deyirdim ki, yox, bu iş mənlik deyil, çıxırdım o işdən. Qaynanam da deyirdi ki, hər yerdə. Bunu işə götürmürlər ki, bunu sırası işdən qovurlar. Allah haqqı elə deyil idi. Uşaqlarıma görə istəyirdim ki, yarım iş olsun. Ömür billah, harda işləmişəmsə, Qurana and olsun.
Hamısı deyib ki, Günel, nə vaxt qayıtsan biz səni sevə-sevə qəbul edərik. Bir dəfə bir işdən dedilər ki, Lüda ilə getmişdi Sklada işləməyə, korobka düzəltmək lazım idi. Biz də oturduq, söhbət elə korobka düzəltdik. Öz-özümə fikirləşirik ki, öz-özümüzə. Ay, nə tez-tez eləyirik, nə tez-tez eləyirik. Sabahsı gün WhatsApp-a yazdılar ki, Günellə Lüda bir də çıxmasın, çox ləng işləyirlər. Bircə o işdə mənə deyiblər ki, bir də çıxma Günel. Saat 6:30-da geyim qapını açım. Geyim çay içməyim, çay sözüm sudan yararam. Həm öskürək, həm o avtobusa qaç, bu avtobusa qaç. Su istəyirəm. Burada da su olmadığına görə çay. Elə onu deyəcəkdim ki, heç vaxt məni heç kəs işdən qovmayıb. Hələ bir dəfə dedim ki, bəs mən çıxmaq istəyirəm də. Mənə qayıtdı dedi ki, direktor kişidir. Onda Viktoriyada işləyirdim, Viktoriya mağazasında. Mənə qayıtdı dedi ki, Günel, nə vaxt qayıtsan? Yox, əstağfurullah, Viktoriya deyildi, perikrostik idi. Nə vaxt qayıtsan götürəcəm. Dedim, axı burada elə şey yoxdur. Kim ki işdən çıxır 6 ay təzədən həmən işə qayıda bilmir. Dedi ki, mən həll eləyərəm. Onda mən şoka girdim ki, demək ki, elə şey olurmuş. Özü pis işçiyə heç bir direktor zamin durmaz. Demək ki, mən yaxşı işçiyəm. İndi yenə, bax, mənim uşaqlarım yekəlir. Şükür Allaha. Düzdür, bu işin maaşı yaxşıdır. Amma, zələtkaya qoyum. Amma mən görün neçə saat evdə olmuram. Təzə iş var. İndi mən bircə onun iş vaxtı sərf edirik. Necə işdir bilmirəm Allah haqqı. Xoşuma gəlməsə yenə də bu şeyə qayıdacağam, pekarniyə. Prosta elə iş istəyirəm ki, yarım gün olsun. Yarım gün olsun, yaxşı zarplatası olsun. Çünki uşaqlar böyüyür, sabah ərə gedəcəklər, evlənəcəklər. Bir də mən onları harda görəcəm. Həmişə fikrimdə bir dənə fikir var. Sabah mən ölüb gedəcəm. Telefon götürmürəm sözü. Sabah mən ölüb gedəcəm. Qoy uşaqlarımın mənimlə əlaqədar yaxşı xatirələri olsun. Yaxşı anıları olsun. Yaxşı da olmasa, heç olmasa anıları olsun. Deməsinlər ki, mamamız ömür billah işləyibdi, bizə vaxt ayırmayıbdı. Desələr də desinlər ki, mamamız bizə görə işləyibdi. Tak ki, indi bircə o səbəbə görə ki, orada işini nə vaxt qutarırsan, gedirsən evə. O səbəbə görə istəyirəm, düzdür, uzaqdadır bizdən. Gedim ona, baxım, görüm necə işdir. Tək yaxşı olsun, mən orada qalım. Uje pekarniyaya getmək istəmirəm. Neçə saat işdə, dərd elə, nə bilim, fikir çək. Bizim pekarniyadakı maaşımız satışdan asılıdır. Satış, elə bir ki, 40 minlik satışımız oldusa, alverdə, onun 2% bizim zarplatamızın üstünə gəlir. Yəni 800 rubl. Keçən səfər məndə 35 min oldu alver. Çünki qabağımızda konkurentlər açıblar, uca getmir alver. Uca alver ölüb. 35 min alverdən mənə 700 rubl pul gəlir. Demək, mən özümü öldürürəm, dərd eləyirəm, fikir eləyirəm ki, ay Allah, heç olmasa 40 min olsun, 45 min olsun, da bura bağlanmasın. Zarplata əsərinə görə demirəm. Sonra oturub fikirləşim ki, 40 min olanda 35 minə mən 700 alıramsa, 40 minə mən 800 rubl, 100 rubl artıq alacam. Mən əlləşirəm, vuruşuram ki, bunlara 10 min, 15 min vuruçkamı çoxaldım. Maaşım da 100 rubl, 150 rubl artır. Yəni, ondan ötə artmır. Nə qədər stres keçir, perejivaniya keçir, nervi keçir, 100 rubl, 150 rubl maaşı artacaq ya artmayacaq. Görək də. Tək yaxşı olsun bu iş. Düzü burada 2-2 deyil. Danışıqdan asıdır. Neyse, ilk sizə dedim. Ki, işimi dəyişmək istəyirəm. O da uşaqlarıma görə. Uşaqlarla vaxt çox keçirtmək istəyirəm. Uşaqlar tez böyüyür. Həddindən artıq tez böyüyür.
yaxşı olar inşallah. Hamıda hər şey yaxşı olar inşallah. Səmimi söhbətlər rubrikası burada bitdi. Maşın gəlir. Amma dal-dala. Birinci səfərdə görürüm ki, dal-dala maşın gəlsin. Marağa. Görüm bizə mi gəldi maşın? Mən də çay qoymuşdum içməyə. Davay! Bizi. Burada ayaq izləri var. Kimsə bura kimi gəlib. Stranно. Saat 12'ye qalıb mal gəldi. Çox şükür ki tez gəldi. Elə çox şey zakaz olunur. Tez boşaldıb gedəcəklər. Nəysə qızlar, məndə abeddə cuya. Malı gətirdilər. Perisort olub 3 dənə kefiri artıq gətiriblər, 3 dənə aquşanı çox gətiriblər. İşte mən də akt yazdım. İndi oturub onu düzəltməliyəm. Cəmaata yazacağım ki, cəmaata. Sklada yazacağım ki, kompüterdə düzəliş eləsinlər, yoxsa kompüterdə göstərir ki, düpedüz gətiriblər. Saat uşa 5-in yarısıdır. Səhərdən yer yuyuram. Allah bilir neçənci səfərdir bu əskin yuyuram. Yenə də suyunu dəyişmişəm, yenə də qapqaradı suyu. Yoruldum öyle. Qalın qoftadayım. Tərlədim. Tez yürüyorum ki, tez evə gedim. Alınmır. Heç cürə alınmır tez. Of. Buranın da yarısını yumuşam, yarısı qalıb. Buranı da yuyum, qaçım evə. Xlorun iyindən bir tər oldum. Hər yeri xlorla silmişəm. Çayım ağıb baxdı. Dedim bir balaca çay içim, sudan yarım. Sonra gedim evə. Amin gəlib Moskvadadır. Ruslandan gediblər gəzməyə. Ləliş evdə təkdə yaza qalmışam. Mam hardasan, mam hardasan? Dedim qoy yeri yuyum. Çay içim, özümə gəlim, çıxıram. Söv qızlar, çıxdım işdən. Buna baxın da, bütün qarlar əriyib, səhər yağmışdı nə qəşək. İndi eləcən hər yer lojadır, şirdir. Avtobus 5 dəqiqə sonra gələcək. Direktorumuz gəlmişdi bugün yanıma. Gücdən qol çəkmək lazım idi. Deyir, indi axşam hava soysa hər yer lod olacaq. Düz deyir də. Hal-hazırda var ya, yağış yağır. Beləcə yağış. Dolu biçi, dolu. Hara minək? Səhər buranın qarını çəkmişdim, ha? 5 tamamdır. Harcı 2-3 dəqiqə sonra avtobusum gəlməlidir. İkinci avtobusum, ona görə tələsirəm. İndi hava görürsünüz necədir? Oy, rənglərə baxın, rənglərə. Qalıbu ilə qırmızının qarışığıdır elə bil. Gəldim həm mağazaya, həm də sifariş gəlibdir, onları götürmək lazımdır. Bilmem görüm burada balaca lobiya tapıram mı? Deməli bu noxuddur. Maş açışındır, bilmədim nədir. Qara lobiya. Qorxa çəkirəm. Hilbahadır. 435 rubl. Финики тоже есть, да? Götürdüm. Ama ki ərindim şalvarı giyinməyə.
primer kremi evdə baxaram. Gedim indi Peçorkaya görüm orada beləcə lobya varmı? Saat 7 işləyib gəldim evə. 10 dəqiqə işləyib. Səhərdən mağazadayım. Qollarım düşdü bunları gətirən kimi. Hə. Ruslanla Amin hələ gəlməyibdi, Ləliş evdə təkdir. Mənə yazıb ki, mam daşıra qaldı mənə. Tak, aldıqlarımı göstərim. Mənim uşaqlarım səhər yeməyi yeyəndilər. Ona görə səhər yeməyi aldıq. Salat hazırlamaq üçün vroce hər şey var. 2 dənə biber aldım. Keçən səfər pomidor xiyar almışdım. Bu səfər də dedim biber alım. Yanına salat aldım. Salat xoşuma gəldi çünki yaşıl-yaşıldı. Ağ da var idi. Heç yadıma düşmədi. Güya mağazaya girmişdim ki, beləcə lobya baxım görüm satırlar yoxsa yox. Bunlarla beləcə lobya aldıq. Yumurta aldım. Ketçup aldım. Sonra termopotumuzun içi ət bağlayıbdı. Ona görə limonlu kislata aldım. Deməli, Səbinə var idi rəfiqəm. Onun oğlu Emir. Bizə gələndə deyirdi ki, Tezə Günel, mən deyir xəstələnəndə atam mənə acı daşıraq düzəldir, qaynar. Yeyirəm, ondan da sağalıram. Ləliş istədi deyəm, aldıq. Qaynar deyər, bəlkə sağalar. Sonra nə aldıq? Sarı kök qutarmışdı evdə. Kartuşka qızardanda sarı kök ən çox kartuşka qızartmasına, bir də xəncəlin soğanına ya da ki makaron soğanına sarı köksüz nə bilim mənə eləyər ki ləzzətli olmur. Bugün dediyim kimi Amin yəqin ki bizə gələcək. Bayaqdan dilə tutur ki Ruslan getsin onlara. Ona görə kola aldım. Həm salat eləyərik, həm ikinci yemək eləyərik. Sonra baxarıq da nə bişirərik. Quru yeməyin yanında dedim sok olsun. Barbaris aldım. Barbaris zirinsdir deyəsən, səhv salmıramsa. Barbarislə bunu Hindistan mağazasından aldım. Ora düşdü, elə bunlara aldım. Elə bunlara qolum düşə gəldim. Və Azondan götürdüklərim. Orada heç birini açmadım. Fikirləşdim ki, evə gedib evdə açaram. Deməli, bu mandarini Aminaya aldım ki, proşlara xoşuna gəlmişdi. Dedim, elə bu səfər də gedərəm. Bu 4 dənə lot tipi, zvezdoçka. Hardasa 80 rublə 4 dənəsini zakaz elədim. Evdə yaxşı idi, mən ancaq onunla. Acı dərman deyirəm, odur baxın. Atır kimə deyirəm, acı dərman deyirlər ki, acı dərman nədir? Mən xəstələnəndə acı dərman vururam başıma, lobuma. Ay, bu rəngi çıxır. Gəl orada açıb baxardım. Bu şeydir, Ramazana görə süfrə bəzəyi aldım ki. Şuradan əlinə şey lazımdır. Paprika var imiş. Ay paradı. Amma ki burası biraz yeyilibdir. Benim başa düşdüm ki rəngi yox, çıxmır rəngi. Ay paradı. Baxın. Ramazanda süfrəni bəzəmək üçün 1-2 dənə şey aldım. Что самое? 250 рублей. Ого! Я его нечаянно взяла. Лишь похмурно. Ничего. Sim kartların gəlib sənin. Neçədən sifariş vermişdin? 3 dənə? Da, конечно. 3 dənə sim kart. Bu da Ramazana görədir. Bu Ramazana istəyirəm ağ süfrə alım. Ağ süfrə. Və ortasına sərməyə. Daroşkadır. Ay parayla falan filan. Ramazanda açıb sərərəm, baxarsınız. Burası daroşka.
Yolun ortasına. Siz stolun ortasına. Sonra ben qaçımı verin, xahiş edirəm. 2 dənə belə şey aldım, amma razını diametrdə. İnşallah əzi-yüzü olmaz. Skavarotka. Deyəsiniz ki, Günel, hindi quruşa çox pul verirsən. Bilmirəm, iş kaçıstvası necədir. Amma səhərlər süfrəyə, qayğanaq falan eləməyə istəyirdim. İstəyirdim beləcə. Şey. Skavarotka. Baxın. Çox adam yazır ki, əyridir. Düz deyir, biraz əyriliyi var. Əldə qayırma da olsa, yüngüldür yüngül olmanı. Deməli, biri o birindən, məncə eyni razmer deyil. Biri yekə olmalıdır, bir balaca. Yəni, yəqin eyni razmer olmuşum. O cıfda yazırdılar ki, rəngi, özləri hansı rəng istəyir, o rəng göndərirlər. Yaxşı ki, eyni rəng göndəriblər. Süfrəyə qoydun, ifşo. Bir nəfərlik qayğanaq. Вот. Bir də şalvar təzən zakaz elədim, qızlar. Yadınıza gəlsə, bir dəfə şalvar sifariş vermişdim, amma biraz dar gəldi mənə, həm də ayaq qısa gəldi. Onun indi güya böyük razmerli sifariş vermişəm. Dediyim kimi geyinməyə ərindim. Bunlar biraz kənara qoyaq. Bu mənim Ramazanımın hələ qutarmadı, yenə alacağım Ramazanı özəlməsə. Əslində var ya, bu Ramazan üçün aldıqlarımız hər dəfə alanda deyəcəm, beçara şeylərdir. Əsas insanın içində inam olsun, Allah sevgisi olsun, o yetərlidir. Bu da mənim şalvarım. Materialı görsənirmi, bilmirəm. Baxın, belə materialdır. Bunun içi qaradır, keçən səvərkin içi karışnıvı idi. İnşallah bu heç olmasa uzun olar. Keçən səfərki qısa idi. Amma dediyim kimi im istəyirdi mənə. Mən geyindim Primerkada, уже istəyirdi mənə. Vəssalam. Bu da bunlar aldıqlarım. Hə, əsas odur ki, insanın içində Allah sevgisi olsun, Allah qorxusu olsun, iman olsun. Bunlar sadəcə süfrələri bəzəmək üçün. Belə Ramazanın gəlişinə sevindiyimizdəndir yəni. Ruslan istəyirdi o qənd qabını, o qənd qabı 400 rubla idi mağazada. Mən ona 250 rubla deyəsən sifariş verdim internetdən. Gözləyirəm gəlsin. Nəysə, biz bu qədər kartoşka çıxartdıq. İndi bu kartoşkalar qəşəcə yuyacaq. Keçən səfər yadınıza gəlsə qarmaşka eləmişdim. Uşaqlar da bəyəndi. Mən lap çox bəyəndim. Əsasən də smetanlı sousla, smetanı qarışdırsan, qarışdırsan, qəşək yeyirsən. Gətirim də bunu yuyum. Sonra ləliş doğrayar, mən də qabları yuyaram. Də? Deməli, kartoşkaları yudum. İstəyirəm ki, ürəkli yesin, hamı ona görə evdə olan bütün kartoşkaları götürdük. Biraz duruyaq. Deməli, duruyaq neydi? Biraz kərə yağı. Kərə yağını duruyaqla. Amma ərinmiş yağda. Davay, 3 cürə yağ qarışdıracağım. Kərə yağı. Дай мне ложку. Что-нибудь. Вот такой. Ərinmiş yağ. Oy, əminəm ki, dadlı olacaqdır. Bax gör, evdə şey var, Ləliş. Çesnok suşonu, yoxsa naşla? Dedim, yoxsa adi çesnok doğrayaq. Nəysə, bunları 3 dənə yağı bitişdirim, qoyun plitənin üzərinə. Bunlar əriməyində olsunlar. Ondan sonra içine ədvətlər qatarıq. Belə. Давай.
Добавим имбирь. İmbir? Да. Добавим. Но indi yox. Birinci yağlar ərsin sonra. Sonra, потому что и так духовкada indi qoymaq olar, çesnoku допустим bura. Целый? Dadı çıxacaq da, amma duxovkada da sonra yanacaq da, başa düşdün. Yansın. Yanmasın. Biz yanmış xoşlayırıq, hə, Ləliş. Bu da yağlarımız. Proteinini hara qoyun? Doğradıqca proteini düzərsən. Burada bizim китайские палочки var. Тебе нужны или у тебя есть? Не, до конца не надо резать. Neyse, yağımız əridi. Soyusun içinə ürəyiniz istəyən ədvətləri əlavə edə bilərsiniz. Deməli, biz deyəndə Ləliş kartuşkaları doğradı. Ləliş burada уже hazırlaşır, ərzaqları yusun, tərəvəzləri yusun ki, salata keçsin. Və indi evdə nə ki priprava var, hamısını yığacaq bir yerə. Və hə? Kurkuma var imiş. Mən də bu gün kurkuma aldım. Orada şey var. Xmeli suneli, priprava для курицы, для мяса. Nə var ver bura? Şey var mı? Sən denə. Bu da eyni şeydir ki, Ləliş. Kafkaski travı. Bu nə olan şey? Limонная кислота была. Yox, limonlu kislota nam не надо. Hər şey qatacaq. Əsas məsələ duz istiyor. Sarımsaq yaddan çıxacaq. Oy, Allah, bunlar nə qədər gülüşürlər. Qoy gülsünlər, tək gülsünlər. Bu ne? O, nane qurusudur. Нет, не надо. Duz istiyor da ver bana. Ay, sağ ol. Bu istiyotun, bu çesnokun içində yoxdur. Yedik. Gətirək əsas çesnokdan doğrayaq içinə. И имбирь. İmbir хочешь? Ləliş deyir, zəncəfil də bura. Zəncəfildir, zəfəran. Yox, zəncəfildir. Üstü bile mən. Nəzakət etdim, pожалуйста. İmbirdən çox vurmaq olmaz, ha. Acı olacaqdır. Hadi. Qaldı sarımsaq. Əsas məsələ sarımsaqdır burada. Deməli, biz deyəndə Ləliş kartuşkaları doğradı. Ləliş burada уже hazırlaşır, ərzaqları yusun, tərəvəzləri yusun ki, salata keçsin. Və indi evdə nə ki priprava var, hamısını yığacaq bir yerə. Və hə? Kurkuma var imiş. Mən də bu gün kurkuma aldım. Orada şey var. Xmeli suneli, priprava для курицы, для мяса. Nə var ver bura? Şey var mı? Sən denə. Bu da eyni şeydir ki, Ləliş. Kafkaski travı. Bu nə olan şey? Limонная кислота была. Yox, limonlu kislota nam не надо. Hər şey qatacaq. Əsas məsələ duz istiyor. Sarımsaq yaddan çıxacaq. Oy, Allah, bunlar nə qədər gülüşürlər. Qoy gülsünlər, tək gülsünlər. Bu ne? O, nane qurusudur. Нет, не надо. Duz istiyor da ver bana. Ay, sağ ol. Bu istiyotun, bu çesnokun içində yoxdur. Yedik. Gətirək əsas çesnokdan doğrayaq içinə. И имбирь. İmbir хочешь? Ləliş deyir, zəncəfil də bura. Zəncəfildir, zəfəran. Yox, zəncəfildir. Üstü bile mən. Nəzakət etdim, pожалуйста.
imbirdən çox vurmaq olmaz ha, acı olacaqdı. Hadi. Qaldı sarımsaq. Əsas məsələ sarımsaqdır burada. Qızlar, ərinmiş yağın ətri bir gözəl gəlir. Fikirləşdi ki, istiotumuz qutarıbdır. Qutarmayıb, azdır, dibindədir. Onun yerinə keçib elə bilik, azca. Və bu sarımsaqları əzək buram. Ləlişim, hələ tez deyil ərzaqları doğramaq. Bunu neçə saatda pişirəcək? Tezdir. Sarımsağı da əzdiyimizə görə indi bunları, bu yağı, bu ətirli yağımızı kartofların üzərinə gəzdirə bilərik. Bu arada duxovkanı qoşdum ən yüksək, ən maksimum xoda. Biraz araladıq. Araladıqlarımız qarmışqaların çalışaq içine yağı gəzdirək belə. Deməli qızlar, bu bizim termopotun içidir. Dünən də susuz qalıbdı. Yanıb biraz, ha? İndi bunun içinə limonlu kislata ilə su töküb qaynadacağım. Su əlavə elədim ərp olan yerə qədər. Və limonlu kislatanı tökdüm. Qoyuram qaynasın. Bunun içi olacaq qəşəkcə, gül kimi. Demək olar ki, hamısının üstünə ədviyyatlı yağdan gəzdirdik. Qoyuram duxovkaya. Fəlişin tapqası. Bu da bizim xudmani stolumuz. Ümid edirəm ki, uşaqlar bundan doyarlar. Sos üçün smetanı, bunlar neydi? Qarçitsanı və acı ketçupu qatışdırıram. Bu mənim sosum. Amma istərsəniz içərisinə çorkadan keçirilmiş nədir bundan da? Tuzlu xiyar da əlavə edə bilərsiniz. Ləliş cınnadır hamısını. Gedir qıdıqlayır, qışqırdır. Nə istəyirsən onlardan? İstibarız. Nəysə ki, qızlar, bugünkü vloqum bu qədər oldu. Heç bilmirəm, ürəkli nəsə çəkə bildim, yoxsa yox. Ürəkli deyəndə, yəni düz əməlli də. İzlədiyiniz üçün hamınıza təşəkkür edirəm. Bizimlə qalın. Hələlik.